Bir müddət öncə bu barədə məlumat vermişdim və yola saldığımız həftə miqrasiya siyasətində bir neçə mühüm qanun qüvvəyə mindi. Belə ki, Rusiya Dövlət Duması miqrasiya siyasətinin daha da təkmilləşdirilməsinə yönəlmiş bir sıra qanunları qəbul edib. Yeni dəyişikliklərə əsasən xarici vətəndaşlar üçün bir sıra dövlət rüsumları əhəmiyyətli dərəcədə artırıldı. Beləliklə, qəbul edilən qanunlara görə artıq Rusiya vətəndaşlığının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 4200 rubeldən 50.000 rubelə qaldırılıb. Müvəqqəti yaşamaq icazəsinin alınması üçün ödəniş 1900 rubeldən 15.000 rubelə, yaşayış icazəsinin rəsmiləşdirilməsi üçün nəzərdə tutulan rüsum isə 6000 rubeldən 30.000 rubelə yüksəldilib. Bununla yanaşı miqrantların işə cəlb olunması üçün verilən icazələrin rüsumu da artırılıb. Yeni qaydalara əsasən işə götürənlər hər bir xarici mütəxəssis üçün 15.000 rubl məbləğində dövlət rüsumu ödəyəcəklər. Eyni zamanda Dövlət Duması birinci oxunuşda Əmək Nazirliyinin əmək miqrasiyasının tənzimləməsi sahəsindəki bəzi səlahiyyətlərinin Daxili İşlər Nazirliyinə verilməsini nəzərdə tutan qanun layihəsini də qəbul edib. Layihəyə əsasən sadələşdirilmiş qaydada yaşayış icazəsi almaq hüququ olan ixtisaslı xarici mütəxəssislərin peşə siyahılarının təsdiqi, eləcə də regional sifarişlər əsasında müəyyən edilən kvotalardan kənar işə qəbul olunan xarici vətəndaşların peşələrinin müəyyənləşdirilməsi Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə verilə bilər. Rəsmi açıqlamaya görə qəbul edilən bütün qərarlar miqrasiya proseslərinə nəzarətin gücləndirilməsi və ölkənin miqrasiya siyasətinin daha da səmərəli şəkildə tənzimləməsinə xidmət edir. Qeyd edim ki, 2024-cü ildən etibarən Rusiyada miqrasiya sahəsində ümumilikdə 27 federal qanun qəbul olunub. Həmin qanunlardan 21-i Dövlət Dumasının deputatları tərəfindən irəli sürülüb.